Mən nə çağırız bura sən məzə. Rezini bir çox qaldıq. Danışıla gecə UFC-lə 1-2 həftə məşq eləməsən gəlib mənə bu döyəcək. Adamda belə bir şey var. Hazıraş, çıxasan uçsan Respublikasına. Bu uşaq qanındadır. Yəni bu necə idmandan çıxartıb başqa bir yerə qoyasan? Sən get odun doğrama gəlib yarışa da bilərsən. Ümumiyyətlə qurma döyüşdə mənim çox xoşuma gəldi. Və bu döyüş udan kimi təklif gəldi. İdmançı olmasa mən nə olardım? Emin denəndə sən başla. Yox, mən nə deyim? Qoy Pərvin desin. Ürəkli oldun da la. Sən ürəkli oldu denəndə. Sən niyə demirsən ki? Abi sən Emin. Vəbşə bir sən necə? Necə? Sən. Mən? Dostlar, yəni hamıya başa salın. Nəyə görə biz belə başlayırdıq? Çünki bugünkü qonağımız, podkastın qonağı Vüqar Kərəmovdur və bu gün o bura gəlib ki, bizlərlə söhbət eləsin, hər şey danışsın, biz də ona suallar verək. Suallar demişkən, Vüqar, çox sağ ol ki, gəldin, xoş gördük səni. Sağ ol, xoş gördük. Vüqar Kərəmov, deməli, bizim aparıcılarımız Pərvin qorxuyor, Pərvin saçı bir şeydir. Yox, Pərvin saçından qorxdum, bir çıxardığında şeyimi getdi. Və Emin Əhmədov, olur ki, məncə birinci sual Emin, ağsaqqal kimi sən olmalı. Buyur, ağsaqqal. Vüqar, axırıncı döyüş Rizində Roberto Satoshi-nə qarşı idi. Nəsə alınmadı, amma yəni ki, nə deyə bilərsən? Düzdür, səndən indi gələcəkdə döyüşdə olacaq, amma yenə istəyirəm axırıncı döyüşdən danışaq. Düz həm yeni ilə də düşmüşdü də o. O həmin o proses prosta az proses vermişlər məndə. 25 gün qalmış dedilər döyüşü. Mən noyabrın 4-ü vuruşdum deyəsən. Noyabr 4-ü vuruşdum və yox. Mazzuri ilə. Noyabr 24-ü vuruşdum. Və 10 gündən sonra mənə təklif etdilər, 10 gündən sonra təklif etdilər ki, mənə bəs biz Robert Satoshi rəqib tapa bilmirik. Bəs səni görmək istəyirik ki, burada. Bəs dedim ki, bəs Ruslan mənə demişdin ki, mənim problem yoxdur. Yəni kimi məndə ömür olmayıb ki, kiməsə atqazlayım. Dedim, əgər kəmər döyüşü simvoli, yəni 71-də olsun. Problem vuruşum. Və 25 gün qalmış dekabrın 31-də ki, hazırlaşasın. Mən ayın 5-i deyəsə bilet aldım, getdim Dağıstana. 2 həftəlik zbor keçdim və gəldim. Prosta mən müddət bilet çox oldu. 3 aylıq olsaydı, panlatsan zbor. Və onu tamamilə keçərdim. Mən fiziki də özümü onu yaxşı hiss edirdim. Prosta ani bir səhv, yəni bu vəzifəndə düşdüm. Yəni ki, hakimlər baxıblar sudyesk zapiskalara. Xalsa mən qabaqdaydım. Yəni birinci raundası mən axıra gəlmədim. Sən qabaqdaydın. Sonra preyma düşdün. Hə, o zaman bazı vəzifəndə düşdüm. O da ki, necə deyim sən, gərək grapplingi biraz daha mükəmləşdirdim. Vüqar dedin 25 gün, amma dedin o az idi. 3 ay normal yəni hazırlıq keçir. Hazırlıqda ən çox nəyi məşq edirsən və nəyə görə? Ümumiyyətlə bax bu 3 aylıq hazırlıq nədən başlayır? Necə gedir? Yəni mən bir insan ki bilmirəm. Birinci başlayırıq, birinci ay başlayır fiziki hazırlıq. Yəni ki, fiziki dözümlülüyü artırırıq və ondan sonra başlayırıq fizikini azaltmağa, biraz sürət işləməyə. Və ondan sonra biz funksional necə də hazırlığa gedir. Ancaq zalda oluruq, yəni ki, ancaq döyüş dıxaniyə üstündə işləyirik ki, çünki yorulmamaq eləmək üçün. Və son 3 həftə çəkini salırıq. Biz də 14-15 kilo salırıq. Son 3 həftə ancaq bir ki, diyeta çəkini salırıq. Ondan sonra yarışa çıxıb vuruşuruq. Həmən o ikinci ayda sparring dedikdə sparring partnyor tapmaq çətindir, yoxsa sparring partnyorlar olur həmişə? Yox, bizdə zalda maşallah sparring partnyorlar çoxdur. Bizdə həm 5-ci günləri, yəni ki, o çox zallarda, azımız nə qədər zallar var, yəni ki, hamısı gəlirlər bizə. Və bizdə, yəni ki, para demək olar ki, ən azı mənim çəkimdə 66 kiloda, yəni ki, 6-7 nəfər var. Hələ öz uşaqlarımız, o da ki, qıraqdan da gələnlər, yəni ki, Lüboy zallarından gəlirlər bizə. Sparring günləri. Sana da belə çıxır ki, birinci dəfə idi ki, çəkini qaldırdın, başqa çəkidə vuruşdun, yeni çəkidə vuruşdun sənin üçün. Bəli. İkinci dəfə. Bir dəfə mən Bellatorda vuruşmuşdum, 70 kiloda. Və axırıncaki dekabrın 0-i vuruşdum. Hansı çəki daha rahat gəlir sənə? Mənim öz çəkim 66-dır. Mən orada daha yaxşı istəyirəm. 71 vuruşmaq üçün mənim çəkim olmalıdır ən azı 85. Çünki onlar допустим hamısı, yəni ki, normal hamısı çəki atır da, hə. Kim 70 vuruşur, yəni ki, bu dünyada bütün dünyalar gəzirəm. Hamısı 85, 86, 87 kilo olur, ya sallar 70-ə. Mən isə oluram допустим maksimum olsun 80 kilo oluram, salıram 66-ya. Hə, onu gözümə 176. Və sagonqa lazım idi sənə? Mənə bəli lazım oldu. Harısı mən 80 kilo idim. 80 kilo idim, 10 kilo saldım da, belə demək olar. Qısa müddətdə. Qısa müddətdə. Necə elədin? Yəni əgər sir deyilsə, burada bildiki çox insanlar çox adam istifadə verir. Lifehack. Yox, biz yəni çəki salmaq necə deyimsə bilir. Neçə illərdir biz bu işin içindəyik. Yəni ki, rahat salırıq. Həm məşqdən gedir, diyeta 100% olmalıdır. Yəni ki, sразу şirniyyat, yəni necə deyimsə
duzlu yeməklər kəsirik və məşqillik və parnoy, yəni ki, sonra axırıncı son bir həftəni başlayırıq 8 litr su içməyə günə, sonra azaldırıq 6, 5 belə, axırıncı son 2 günü su içmirik və ondan da bütün bədəninə su gedir, adam quruyur. Su diyetası da, ha. Su diyetası olar. Və döyüşdən sonra da mən bugün səhər olaram 66, həmin səhər oluram, saat 10-da oluram 66 və axşamı olaram mən 75, 500, 76. Axşam 8-ə 9-a. Yeyir də, 8-dən çıxandan sonra Neçə kilo artım? Mən sayamadım. 10 kilo. 10 kilo sabahsı gün. Sabahsı yox, axşamı. Yəni səhər 10-da mən çəkiyə çıxıram 66 və onu biz axşam saat 8-də 9-da gedir məşqillik ki, biraz acı tər çıxsın eləsin və o çıxıram tərəziyə, görürəm ki 75, 76 kilo. Kardiyo olur, qaçırsınız tabii. Kardiyo olur, hə, qaçırıq biz axşam biz tərirlik, sabahsı gün döyüşdə açıq olmasın, bədəninizi çox çəki qəbul edib, biraz tərcih edirik və ondan sonra bədən öz formasına düşür. Çiddə olur da səndə, belə ürəyin çiddə, yəni ki, məsəl üçün bir həftəni sən idmanla məşğulsan, 8-ci gün nə istəyirsən yeyirsən, belə şey olur, yəni yoxsa 7 günü salırsan ümumiyyətlə, yox, əgər diyetası, jostki diyetası bizdə 3 həftəni, yəni ki, mümkünəti odur ki, sən nəsə başqa bir şey eləsin. Çünki o əgər ürəyin dözmürsə, bizdə olub uşaqlarda, çox uşaqlarda həm ürəyi dözündə nə şokolad yeyib, nəsə bir şey yeyib və axırında da o 500 qramda, 300 qramda o dirənir. O dirənir zülüm çəkir. Ona görə heç vaxt, yəni dietada mən O Hansema döyüşüydü. Bir dənə tortun kusoka görə məhkəməyə çatdı. Sonra döyüş qabağı. döyüş qabağı məhkəmə. Məhkəmə çaldı ki, tortu yeyib. Çəkidə çatmadı da. Məhkəməyə verdilər bunu ki, kontraktda yazılmışdı ki, sən yeməməliydin. Belə əməli başlayıb. Skandal ondan var xəbərim idi yoxdur. Yaxşı Vüqar, 71-də olmusan Bellator vaxtı 2019-cu ildə və bu döyüşdə birinci raundda olmusan. Birinci olmuşam. Qələbə qazandın və ola bilər ki, səndə təklif gəlmişdi o kontrakt Bellatorda. Amma sən sonra Rizini seçdin. Necə oldu o söhbət? Bellatorun necə deyim sənə, bir il öncəsi döyüşlər, hamısı rəqiblər, yarışlar yazılmışdı. Mənə dedilər ki, sənə yarış verə bilərik, harasa 8-9 aydan sonra bir il gözləməli idim mən. Məsafə çox olur. Məsafə çox oldu. Və bu döyüş udan kimi mən Rizinə təklif gəldi, üstündən 2 ay keçmədi. Qanarlara baxdı, normaldir, elə oranla razılaşdı. Çünki bir il idmansız böyük bir müddəti gözləmək üçün də. Ona getdim, elə fikirləşdim ki, prosta 3 döyüş eləyib, yenə gedəcəm başqa bir yerə. Bu sələ oldu ki, 3-4 döyüşdüm, kəmərə verdilər. Hə, kəmərə verdilər. Ona görə biraz ilişdim, orada qaldım. İndi bəs növbəti döyüş açanı planlanır? İyunun 14-dür inşallah. Bizdə deyir, Ayçarda deməyib. Şey demişəm. İyunun 14-dür, hə, döyüş olacaq inşallah. Ondan sonra qələbə qazansam. İndi orada bir Ruslan mənim məsləhətləşəcək. İnşallah qələbə qazanmaq lazımdır. Orada utsam, ya kəmərə versə, davam edəcəm Rizində. Kəmər müddət uzansa, keçsəm başqa bir təşkilat inşallah. Bəs rəqib heç olmasa potensial kimisə? 3 dənə rəqib var. Biri Yapondur, biri Qazaxdır, biri də Qırğızdır. Bu döyüşdə utsan, sən kəmərə döyüşəcəksən yəqin ki. Bu döyüşdən sonra, hə. Bunu unutmaq lazımdır ki, prezident olaraq kəmərə vuruşasan. Bəli. Mən kəmərə vuruşa bilərdim. Mən noyabrda vuruşdum, udum. Mən prezident kimi mayda mən kəmərə vuruşuram. Prosta ki, mən axırıncı döyüşümü qəbul ediyimə görə uduzdum axırda. Axırıncı döyüş uduzdum. Uduzmasaydım, yəni qəbul eləməsəydim, bu döyüş vuruşmasaydım, mən prezidentin qalırdım və gözləyirdim, kəmərə vuruşsaydım. Prosta vuruşdum deyə, yəni ki, uduzdum. Ona görə indi kəmərə verə bilmirlər mənə. Onda axırıncı kəmərə görə döyüş sən uduzmusan, elə çıxır. Bəli. Ondan sonra bir dənə udmalıyam. Döyüş alınır, kəmərə döyüş alınır səndə. Kəmərə döyüş alınır, bəli. İndi vuruşum inşallah Allah 2000 aldarım da. İnşallah. Bir dənə indi noyabr 14-dür. İndi bu qədər Dağıstan demişdin ki, Dağıstana getmişdiniz bura 25 günlük. Yayın çox cürbəcür yerlərdə məşq edirsən. Yəni bu nədən asılıdır? Yəni bu yerin seçimi məşqin orada olmasından, yoxsa havadan? Bax, ən çox nəyə üstünlük verir seçim edənlər? Hə, o gözəl sualdır. O idmanslardan asılıdır. Lübo bir yer olsun, fərqi yoxdur yəni ölkədən. Hansı ki bir zalda deyək ki, orada bir 50 nəfər yaxşı top idmanslar yığışırsa, deməli biz də ora gedirik. Yəni o cəhətdən gedirik. Bəli. Orada yaxşı rəqiblər olmalıdır ki, yəni ki sən orada kimisə getdin, sən döyürsənsə, deməli sən qabağa gedə bilmərsən. Biz zbora gedirik, yəni bizi döyülməyə gedirik. Doğru elədir. Yəni ki, döyülmək demək, amma ki gəlsən döyürsənsə, deməli o zbor yaxşı keçir.
Yəni doğrudan da. İndi zalda hamısını ta ki döyə bilərsən də. Heç o da demək olmur ki, döymürsən. Amma ki döyə bilirsənsə, deməli sən burada arta bilmirsən. Sən o yerə getməlisən ki, yeri dəyişməlisən ki, sən orada döysünlər və sən özündə səhvləri axtarmalısan, eləməlisən ki, harda mən zəifəm, ondan sonra artmaq üçün. Yəni ki, top idmansa Miami olsun, Amerikada olsun, Dağıstanda olsun, Taylandda olsun. Yəni Taylandda olsun, hamı Tigr Muay Thai olur, oradan toplaşır. Və Lübo idmanslar görürlər ki, orada Instagram səhifələrində baxırlar, hansı idmansa hardadır və obsları qoşulu olaraq gedilər bir yerdə məşq toplantısı edirlər. Neçə vaxt ümumiyyətlə başlamısınız bu zborlara getməyə, xarici ölkələrə? Çünki əvvəl bizim idmançılar çox az gedirdi. Amerika getmişlər. Başlamışsınız deyəndə. Yəni Yamaçılarda Vüqargilin komandası. Demək olar ki, bizim komanda ilk olub ki, zborlara gedən. O da 2017-dən 2018-dən desəm ən birinci zborumuz Polşada oldu. Polşaya getdik və ondan sonra biz başladıq başqa ölkələrə, Amerikaya getməyə, bir neçə dəfə getdik, gəldik. Və şükür ola indi ki, tək biz getmirik, başqa idmançılar gedilər. Gedirlər, çünki son dövrdə baxırsan ki, kickboksерlər da başlayıb getməyə, anar gediblər təzəlikçi 2 ayda ordadılar. Əvvəllər amma gedən az idi. Elə bir yəni sözü kesin, yəni nəyin adı? Zborsuz mümkün deyil. Mümkün deyil, əlbəttə ki, getmək lazımdır. Getmək lazımdır. Sənə vuruşum, biz arta bilmirik. Adama ucu yeyilir o, eyni adamı döymək hər gün, yaxud da döyülmək eyni adamı. Var vaxtı ola bilər, başqa komandalar da orada olur və sparring keçirmək mümkündürmü orada? Konuş mümkün, orada sparring. Hamısı bir yerdə məşq edir. Həftə 2 dəfə par olur. Yəni ki, 3-cü günü допустим başqa ölkəyə deyirəm sparring. Fizikadır. 3-cü günləri boks əlcəyi ilə sparringdir. 5-ci günü yarım əlcəyi. Belə bunlar yox, bunlar yarış əlcəyidir. Biraz biraz belə şey olur, biraz pambıq kimi biraz ek olunur. 15-ci ondan, yəni ki, hər həftədə, yəni ki, biz sparring eləyirik orada. Lübo necə zborda. Bu indi gəlib gəlirsiniz də bu zborlara hər dəfə. İldə bir dəfə, 2 dəfə olur da gəlib gəlirsən. Orada maraqlı nə hadisələr başınıza gəlib? Yəni çöldə yoxsa bir zalda? Sən fərqi yoxdur. Başa düşürəm, podkastda indi belə suallar Ümumiyyətlə. Orada Çöldən çıxdın, zaldan çıxdın çöldə nəsə baş verdi. Yəni orada gündə 2 dəfə məşq edirlər, heç səhər axşam məşq. İndi qalan boş vaxtlarınız olur da. Bu nə edirsiniz, nə ilə məşğul olursunuz orada? Yeni ölkə, təzə bir yer. Ya vallahi sən deyim heç nə, yəni ki bizim üstümüzdə nəzarət olur, yəni o baxımdan sən Ruslan müəllim bizi yanımızda həmişə. Ona bir salamlayıram buradan və dostlar bir şəkilə baxdın, çox istəyirəm bir şəkilə baxdın. Pərdədə ham baxdın Ruslan müəllim. Buradan da nəzarət edirəm bu qədər. Hər yerdə. Yəni ki biz səhər gedirik. Yəni istəsən də yəni ki harasa gezib çıxa bilmirsən. Çünki basar məşqlərin ağır məşq edir. Günortadan gəlibsən uzanıb 1-2 saat yatmalısan ki, axşam məşqinə hazır olsun. Axşam məşqi gəlirsən, nə deyim 2 saat, yəni sıraya güləşirsən, yesən gəldi, yeməyi yedin, saat avtomatikən yatmaq istəyirsən. Yəni ki mümkün deyil ki, bir dənə bazar günü olsun. Bir dənə bazar günü olmur. Gün yox, boş saat olmur. Bazar günü olur, o da ki elə istəsən ki, bütün gün evdə yatasan ki, bütün həftənin yorğunluğu çıxsın səndən. Doğrudan da elədir. Yox, həmin o sual verəndə bu qədər, yəni əminəm ki, o nəsə pis bir şeylər nəzərə tutulur. O demək istəyir, maraqlı nəsə bir harasa yer gördün. Yəni ən belə yadda qalan, yaxşı, başqa cür verim bu sualı. Ən yadda qalan zbor harda keçmişdi və nəyə görə belə oldu ki, yadında qaldı ki, ayda bax, zbor əla idi. Bəlkə qəşəng oktaqon tərəfdən, oktaqon tərəfdən, nə bilim, insan cəhətdən, bəlkə vid tərəfdən, Şri Lankaya da gedibsən, nə bilim. Yox, biz ən maraqlı deyərim ki, sənin üçün maraqlı. Mənim üçün maraqlı LA oldu. Los Angeles-ə gedəndə biz orada necə məşq, həm məşq toplantısı idi. Məşq toplantısı deyəndə yoxsa məşq toplantısı idi. Prosta ki 6 bazarı biz gedirdik, допустим, bu Hollywood kimi yerlərə gezməyə eləmə. Belə o bez maraqlı idi. Amma belə başqa vaxt vardı getməyə. İstəsə vaxt tapır. Hollywood demişkən bu şəkildə konkret Justin Timberlake oxşuyursan Vüqaya. İkinci şəkil. Mən olmarsın. Sən deyirsən? Deyirəm, konkret oxşuyursan. Nəyə gətirib sual orada? Ümumiyyətlə oradakı filmlərdə hal-hazırda çoxlu bayviklər hətta çəkirlər. İndiyənə kimi nəsə belə bir təklif gəlib, məsələn, hansısa reklamda çəkilmə, bəlkə bir nə bilim filmdə çəkilmə, belə bir təklif olubmu? Reklamda çəkilmişdim burada. Dolce Gabbana reklamda çəkilmişdim də, Nərgizə şəkilləri var. Və bir də ki Ukraynadan bir dənə demişlər ki, kino üçün. Burada çəkmişlər bir dənə balaca qısa bir video rolik. Və ki Ukrayna gəlib bir dənə kino bilmirəm nə kinosu, idim anlamalı. Dokumentar oldu. Bilmədim valla. Dedilər, bəs qanalı pulca dedilər. Prosta ki müddət 3 ay qalmalıydım orada. Ukraynada. Dedim, yox, mən niyə deyil, çünki gedim, mən rejissor deyiləm ki, kinolara çəkilməyə idmalcıyam. Gelmədim. Amma gələcəkdə karyeranı bitirəndən sonra gedib yoxlamaq olar özün orada da, o sahədə də. Onu yoxlamaq istərdim. Nə bilim, bu şeyə baxır da, bu
Nə bir hansı rol da verəcək? Normal bir rol verəcəklər. Döyüşçü olmaq istəyirəm orada. Döyüşçü rolu o olsa çəkilmək olar. Bəs uduzan döyüşçü desələr ki, sənin bax bu 3-cü Çiliylə. Sən çiliyəcəksən, döyüşəcəksən. Onda yox. Yəni belə şey razılaşardın mı qar, yoxsa? Təklifə baxırlar. Sonra yavaş-yavaş. Boykada filmlərində birinci başlayanda, ikinci filmlərdə döyüblər onu. Ondan sonra baş rolda özü başladı çəkilməyə. Zloy, плохой, хороший film kimi seçsəydin orada. Nə? Zloy, плохой, хороший filmdə kimi. Плохой, хороший, злой, zbor. Zbor, Vüqar, zborlar ən çox, ən tez-tez, bax, nə qədər olub? Misal üçün, bir il ərzində neçə yerdə olubsan? Belə bir statistika maraqlıdır. Hə, 2021 ildə biz 4 dəfə getdik, hər yarışdan sonra getdik zbora. 4 dəfə vuruşdum, 4 dəfə də getdim zbora. Bir il ərzində 4 döyüş keçdi. Bəli. Maksimum onda bir il ərzində keçdiyin döyüş sayı odur, 4 döyüş. Nəyə görə soruşan Pərvin? Mən bu ay ərzində həm baseynə getdim, bir dəfə padel oynadım, 2 dəfə padel oynadım. Sonra stolüstü tenis o heç, uşaqlarla gedib yaşırıq. Bowlingdə məndə endirimdə var. Və ondan sonra məşqzad o heç var, həmişə oynayır. Sən boş vaxtın çox deyil. Mənə rahatdır. Nəyə görə? Golfa sən gedibsən, Emin, biz onu bilirik. Biz də çağırmırsan. Ona görə golfu demirəm. Bu bilsən nələrdir bu qədər? Hamısı push 30-a görə mümkün oldu. Bizim baş sponsorumuz var. Hansı ki bizə belə bir şərait yaratdı ki, bir ay ərzində yox, istənilən vaxt ərzində istənilən yerə gedə bilərsən və bu gün bizim izləyicilərimizə push 30 deməli bir aylıq standart paket hazırlayıb. Hansını ki biz kimə verəcəyik dostlar? Deyəcəm kimə. Deməli burada 4 şlem var. Bu 1, saxla bunu Emin. Bu 2. Hanı 4-cü şlem? 4 oradadır. 4 oradadır. Və 4-cü şlem zəhmət olmasa Fərvin. Fərvin şlemi gətirənə kimi mən sizə sual verəcəm. Dostlar bu 4 dənə şlem gördüyünüz şlemdir də bu qəribə. Bəli. Deməli bu 4 şlemlərdən biri Vüqarın köhnə şlemidir. O birisi Vüqarın təzə şlemidir. Siz yəni taparsınız hansı təzə şlemdir, hansı köhnə şlemdir və biz həmin o insana push 30-dan yenə deyirəm 1 aylıq standart paket hədiyyə verəcəyik. Vüqar, Bakıdakı Rizin haqqında danışmaq istəyirdim. Düzdür, o döyüşlərin qabaq sən də studiyama gəlmişsən mənə. Ən Suzuki studiya gəlmişdi. Dalaşdılar onlar orada, yoxsa dalaşmadılar? Studiyada? Eyni vaxtda gəlmişdilər, yoxsa fərqli? Eyni vaxtda gəlsəydi daha maraqlı olardı, konferans kimi. Həm həmin döyüşlərdə şərhçilikdə mən eləmişdim. Ondan sonra da biz danışa bilmədik. Nə alınmadı? Hər şey alınmışdı. Mən çox gözəl formada idim. Burası sadəcə necə deyim, biraz özümə biraz arxansisi oldu və o biraz necə deyim sənə biraz boşluq yaratdı. Hansı ki istədim tez qalxım aşırımda, yəni bu elə onda da qalxan kimi vurmaq istəyəndə tabanı deyildi vurama. Ondan sonra O saniyə bir də bir balaca bir boşluq idi. Hansı ki mən onu buraxmalı deyiləm də. Mən bütün döyüşləri yəni ehtiyat eləmək lazımdır. Yəni hər bir zərbəni gözləmək lazımdır. Və burada mən Naura belə deyim olar ki, qalxdım ki vurum. Çünki gözlənilmədən oldu da. O özümdə hiss edirdim ki, mən buna 30 vursam bu aşacaq. Onu hiss edirdim özümdə. Biraz belə necə deyim, nükleardı, biraz düzgün qalxmadım belə deyim. Çünki mən ayaqlar gözləyib qalxmalıydım. Tezdən yəni ki, qalxmasın da olar. Elə partiyonu döyüb nakavt eləyə bilərdim. Buna deyirlər mexanik səhvdə, bir ki yazanda... Olmasaydı birinci raundda qələbə qazana bilərdin. Təmiz. Mən elə fikir. 10-15 saniyədən sonra. Mən o çünki adam insanla individual sahibi onu bilirdi. Yəni tutuşanda orada bilirsən ki, yəni bu doğrudan da yəni ki, sənin fiziki gücündəndir yoxsa yox. Yəni ki, Luboy idmançısı bunu bilir. Yəni ki, birinci elə o vuruşursan, stepindən tutursan, güləşəndə başlayanda orada sən orada tutursan ki, yəni ki, bu sənin idi yoxsa yox. Yəni ki, bu belə şeylər də var. Mən bunu qucaqlayanda gördüm ki, yox da bu mən idi, bu Aparmalıyam. Qismət. İnşallah ki, növbəti döyüşündə qələbəni qazanarsan. Ardınca da kəmər döyüşünə çıxıb kəməri gətirərsən vətənə, necə deyirlər. İnşallah. Gətiribdi, bu qor gətiribdi. Digər çəkidə. 71-də planlayırsan da? Yox, 66-da. Heç nə. 71-də şu an 71 bəlkə ondan sonra. 71 üçün vaxt versələr mənə 3 ay, mən rahat yeni ki, tezdən onu vuruşaram Satoşla. Yəni ki, doğru istəyərəm. İstəyərəm. Çünki mən
yenə də deyirəm, yəni ki, bilirəm ki, mən heç birdən idmansız atqaz eləməmişəm bu vaxta kimi və yenə də ki, onu mənə təklif eləsələr, mən yenə də yəni ki, razılaşacağam və prosta uje düzgün planlaşdırıb, yəni 3 ayı mən düzgün bölüşdürəcəm və düz məşq toplantısı eləyəcəm və inşallah ki, onu rahat keçərəm. İnşallah. Bəs Vüqar, necə gəldin? Sual 2 etapdan ibarət olacaq. Necə gəldin ümumiyyətlə bax bu qaydasız döyüşə və qaydasız döyüş olmasaydı nə seçərdin? Bax misal üçün yoxsa da bu dünyada qaydasız döyüş nə seçərdin? Hansı idman? Hə, birinci olacaq. Bəlkə idman növü yox, başqa bir şey, bəlkə aktyorluqsa yenə də. Yəni doğrudan mən bu özümə sual vermişəm. Yəni idmançı olmasaydım mən nə olardım? Yəni ki, vallahi deyim nəsə bir savadım var, savadım yoxdur. Yəni ki, nəsə asılı bir işdə gedim, o səbir varsa deyim, işləyim, maaşıdır, bizimdə elə belə tutasın. O da bilmirəm. Amma ki, idman olmasaydı, mən O vaxt pankrationa getməsəydi nə olar? yəqin çox kimi başqa bir idmana gedərdim. Yəni ki, belə deyərdim. Çünki doğrudan da, yəni ki, mən özümdə uşaq vaxtından mən idman sevirəm. Yəni ki, hamı idmansları elə ki, bazı uşaqlar var ki, idman xoşlamırlar. Yəni doğrudan da elə var. Amma mən uşaq vaxtında idman xoşlamışam və küçədə dalaşmışam. Emin hələ də xoşlamırdı, yəni. Küçədə dalaşmağı yoxsa idmanı? Yox, idman. Hə, idmanı. Yox, idmançı bilsən necədir qardaşım? İdmançı olmaq üçün, yəni ki, o eğer bunun qanında yoxsa, yəni ki, necə deyimsə, vuruşmağı yoxsa, bunun qanındaysa, bu tezdən bunu zalda bunu qoya bilmərsən. Yəni insanlar var ki, bazı uşaqlar gəlirlər ki, hə 2 dənə yumruq vurub, bir dənə o yumruq dəyən kimi qaçırlar, ağlayırlar. Mən bir də amma ki, bazı uşaqlar var ki, yəni ki, necə deyim, çox görmüşəm də doğrudan. Yəni ki, doğrudan sözün əsl mənasında, yəni döyüşçüdür də, bildiniz. Bunu vurursan ağlayaq gedirsən, bunu vurur. Yəni bunun qanındadır, bu uşaq qanındadır. Yəni bu necə idmandan çıxartıb başqa bir yerə qoyasan? Bildiniz? Yəni ki, bu idmançı olmasın doğrudan da bu insan gəlir qanında olsun. Yəni nəsillicəyə gəlməlidir bu. Bəs yaxşı, qaydasız döyüşlə məşğul olmasaydın, hansı idmana daha üstünlük verərdin? Çox güman güləşə yəqin ki. Yenə də lazım. Orada çırpacaq da yana bir yana. İndi məşq elə çıxır ki, aparırsan məşqləri, düzdür, yoxsa ancaq özün məşq edirsən? Yox, özün məşq edirsən. Nə fikirləşirsən, nə görə bu sual verirəm? Yenə də səninlə məşq edən cavan nəsil var, düzdür? Səndən cavan. Nə fikirləşirsən bu nəsil barədə? Varmı onlarda potensial görürsənmi? Nə çatışmır səncə? Yox, açıq danışaq, yəni ki, doğrudan, yəni ki, bizim öz zalımızdan götürüm, çünki onları görürüm zamanları. Yəni ki, mən belə fikirləşirəm ki, sparing eləm onların zamanlarına, elə inşallah bizdə Elvin var, Suran, uşaqlar, Kənan var. Yəni ki, cavan uşaqlar 17-18 yaşda var. Onlarla sparing eləyirəm, yəni doğrudan görürəm ki, indi mən professional kimi işləyirəm, möhkəm vurmuyorum, yüngül işləyirəm, amma görürəm ki, onlar vururlar. Yəni ki, doğrudan hiss edirəm ki, yəni ki, bunlarda necə, mən elə özümdə fikirləşirəm ki, mən 1-2 həftə məşq eləməsən, gəlib məbla döyəcək. Adamda belə bir şey var. Ona görə doğrudan da bilsən necə, idman elə bir şeydir ki, geriyə addım olmasın. Yəni ki, sən ancaq qabağa gedilməlisən. Çünki sənin belinin arxasında idman balaca cavanlar gəlirlər. Yəni sən diyandırsan, ola sən gəlib keçəcəklər. Ona görə də bizdəki səhər axşam, yəni ki, necə məşqdəyik ki, doğrudan ki, elə idmanslar var ki, 18 yaşda var, çox qəşəng vuruşurlar. Mən doğrudan xoşuma Respublika oldular. Arası bir həftə bundan var, ikisi də çempion oldu Respublikada oldular. Yaxşı, bəs pankrationa təzə gələndə o vaxt Başakov məşqçi idi, birinci məşqçi. Andrey Başakov uşaq var. O vaxtdan Burada Rusiyada. O vaxt fikirləşirdin ki, MMA-ya keçərsən. Ya da həmişə fikirləşirdin ki, pankrationda qalarsan. Yox, bizdə armesk qapaşının boyu idi. Orada bizdeki şlem belə deyil, şlemin qabağında belə bir şey var. Şlemdə necədir? O vaxt bizdə şlem idi. Şlemin qabağında belə bir dəmir var. Dəmir. Hə, doğrudan belə bir şeydir. Xəki orada üzə zərbə dəymirdi. Mən neçə yaşında 9 yaşında başlamışam. Və orada mən artıq 12, 13, 14 yaşı, 13 yaşına kimi və baxırdım qaydası döyüşə. O vaxt yəni ki, Pride idi də. Yəni baxmışdı indiki Rizin Pride da. Baxırdım, deyirdim ki, bunlar necə açıq sifətə belə vura bilirlər. Oradan böyle baxırdım, deyirəm ki, mənim həyatı bu. Mən deyirəm, nə qədər pul təklif edirəm, mən gedib açıq üzümə mənim yumruq dəysə mən ölərəm də. Belə fikirləşirdim də. Sonra elə necə deyim, elə gəldim, köçdüm Azərbaycana. Və Azərbaycanda o dəmir şlem yığışdırıldı. Başladıq birinci belə işlərinə başladıq. Sonra şlemi çıxartdıq və indi necə bugünə kimi hərəkət 10 ildir. Mənim üzümə zərbə deməyin mən darıxıram. Yəni o insanı. Yəni vallahi mən döyüşdə də istəyirəm ki, biraz mən bir iki dənə o da deyilsin, mən doğrudan ki, biraz özümdə necə adildən qalsın və elə vuruşum.
Yəni ki, o cür bədən tələb edir onu. Elə döyüşçülər var hansı ki, onlara zərbə dəyməsə, onlar deməzdim, xoddanmır, ayılmır. Real Madrid kimi buraxır. Söhbət getdi. Neyse, başqa bir şey, başqa bir şey. Futboldan aran necədir? Mən nə deyim? Bunlar Yaxşı. yığışır. Vallahi hamı çağırırlar mənə futbola, bir dostlar, danışlar. Oynamağa, baxmağa. Hətta o birinci oynamağa idi. Gedir, heç kimə pas vermirdi. Ay, o mən nə çağırırsınız bura, sən mənə. Allah yataşdı. Eşitdiniz, pas Ya sən onlar çağırırlar ki, Yox, da gezmə. dava zat düşməsin orada, ona görə çağırırlar. Davacı gezmə, çağırırlar Podkat gezmə. eləyirdin futbolda. Nə? Podkat. Burası onlara eləyirdim, cərimələ eləyirdim. Yalanına bilmirəm, çıxardılar, gök qırmızı vərəq çağırdılar məni. Mən pas vermirdim, ona getmədim. Yaxşı, futbol yox və başqa hansısa, bax, məşqdən başqa düşən məşqdə yorulursan, dediyin kimi, boş vaxt onda yatıb yenə də məşq edirsən, amma başqa bir Bowling oynamaq xoşlayıram. Bowling oynayıram, nastolni tenis oynamaq xoşlayıram. Axır suallar var. Squash var divardan. onu xoşlayıram. modlar. Amma vaxt vardı Uşuda da döyüşürdün sən 2017-də. Hə, İslam oyunları. İslam oyunları. O necə düşdün ora? Orada da evi ki yarış qaydasından yarış yox idi. Evdə uzanmışdım. Ruslan müəllim yığdı ki, bu qarbəs hazırlaş, çıxasan Uşsan Respublikasına. Nə reaksiya verdin? Ha, dedim trener Uşsanda niyə? Dedi ki, hələ ki qaydasız yoxdur. Bəs çıx, həm İslam oyunları. Bekar qalmayasan da. Ha, çıx vuruşmaq lazım. Bizdə Ruslan da oradan da harda yarış var idi, harda orada vuruşurdu. Dedi çıx vuruşasın. Dedim trener bəlkə lazım deyil də. Dedim nəyimiz gözləyə qaydasız olacaq. Dedi yox, çıxıb vuruşasın. Dedim ha yaxşı. Yazdırdı məni Uşsandan Respublikasına. Ora çıxdım birinci yerə və ondan sonra getdim Dağıstana. Dağıstanda utdum, sonra getdim bir iki yaşlara. Və onun İslam oyunları gəldi. İslam oyunlarında ikinci yerə çıxdım mən. Çətin idi o qaydalara keçmək Uşaya. Yox. Biz oxşar da. Əslində oxşardır. Oxşar da amma var, fərqi var. O Fərq fərqi var, var. hə, hə. İstifadə edirdin sən. Fərq var, hə, eləyirdim. Necə deyim? Sən deyirlər ya, başqaydı mən dövürdü. Mən birinci başlayanda elə orada diz zad var. O kadar diz vurmaq olmaz. Vəbşi yoxdur. Diz yox idi, heç bilmirdim. Sonra öyrəşdim. Belə respublika odumuzdan da. Ha, elə Respublika odundan aiz var. Skritli diz, görünməyən dizlər məsələn. Ümumiyyətlə bizim overseas idmançılardan nəsə bir gözləntim var bu cavan uşaqlardan ki, hansılar ki, gəlib indi yeni başlayıb da bizim uşaqlar böyük liqalarda vuruşmağa, imенно Azərbaycan yetirmələri. Xaricdə yaşayan uşaqlar çoxdan vuruşurlar hamısı böyük liqalarda. Amma bizim yetirmələrdən hələ ki əsas elə sizin komandanın uşaqları başladı çıxmağa sifdə. Digər bir-iki uşaqlar. Amma bu gənc nəsildə nəsə bir potensial gözlənilir Yox, ki, var. gənc yaşlarında məsələn sizin yaşlarınız gec başladılar böyük liqalara addımlamağa da, amma bunlar daha gənc yaşlarında irəliləyə biləcəklər oralara. Yəni ki, Original olsun, Bellator olsun. Elə idmançılar var ki, hardasa necə deyim, bu İmmaf var bizdə. O çempionat olur. Bu yaxınlarda bir səfər 2 dənə idmançımız yesin birinci yer tutdu. Onlar var. Sonra burada Azərbaycan professional döyüşlərində vuruşanlar var. Hansılar ki, yəni ki, doğrudan yaxşı vuruşurlar. Yəni ki, belə davam eləsələr, prosta ki, imенно sırf Azərbaycana qalsalar, yox, onun üçün təlim məşq toplanı getsələr, yəni ki, mən inanıram ki, çoxdur. Yəni doğrudan böyük bir liqala çıxacaqlar. Hansılar ki, orada da ki, necə deyimsə ki, yaxşı bir nəticə verəcək. Hə. Yəni çoxdur. Yəni ki, neçə idmançılar var. Hardasa bir ən azı bir 3-4 nəfər bizim zaldadsa, yəni ki, o gənc yaxşı idmançı vuruşanlar hansılar ki, doğrudan deyirəm ki, çox yaxşı vuruşurlar. Yəni ki, qıraq zallarda da ki, bir Sumqayıtdan uşaqlar da var. Yəni Simral var orada dostumuz məşq keçir. Yəni o gətirir bizə cavan uşaqları, sparring gətirir. Yəni baxırsan ki, doğrudan bu uşaqlar vuruşurlar. Çox qəşəng vuruşurlar. Hə, gələcəyi var. Yəni ki, doğrudan indi onların üstündə işləmək lazımdır. Yəni onlar bir iki dənə yarış vuruşub qırağa qaçıb belə gezməyən yox, amma onlar üstündə doğrudan yaxşı nəzarət olsa, yəni ki, doğrudan yolu düzgün aparmaq, yönləndirmək lazımdır. Hə, düzgün aparsa o doğrudan onlar böyük nəticələr verəcəklər. Əsas məsələdə təlim məşq toplanışlarına getmək lazımdır. Bəli, o 100%. Var Bakıda UFC olacaq və UFC düşmək sadəcə bəzi liqalar var. Döyüşlər başqa divizionda vuruşsaydılar, yəni ki, bir döyüş razılıq gəlirlər. Bu divizionda da açılır. Amma sən üçün o maraq olardı o UFC düşmək ya da təmiz konter üçün hazırlaşmaq nə vaxtsa? Yox, yəni mənim üçün maraq olardı, конечно. Azərbaycanda keçirmək istəyərəm, vuruşum, tüm bolda UFC-də. Prosta mənim
kontraktım olduğu üçün yəni ki, heç cür alınmır. Çünki Rizindən soruşdular və dedilər ki, bəs Vüqar bizim idmançıdır, biz onu başqa bir təşkilatdır, bunlar rəqabət bir-birinə rəqabət edirlər. Yəni mənim necə deyim, kontraktım olmasaydı, mən rahat, yəni dünyada top 37-də gedirəm də, yəni ki, orada top 50-dən bütün idmançılar götürür, çox idmançılar götürür. Və mən rahat düşə bilirəm. Məndə ki, əvvəl bundan öncə də danışıqlar getmişdi. Yəni ki, Mike Chandler'in meneceri var. Chandler bilizası UFC vuruşan. Onun menecerini danışdı. Bizlə Ruslanla tanışdı. O götürürdü mənə, yəni yazdırırdı UFC. Prosta ki, başımıza bu bazı bundan hadisələr gəldi. Gedə bilmədik. Və necə deyim sənə, burada döyüşməyə mənim üçün böyük fəxr olardı, yəni ki, burada. Sadəcə səndə, yoxsa ümumiyyətlə o liqada kontrakta uyğun deyil də, başqa divizionda danışmaq. Məsələn, Bellatorda var belə bir şey? Ayso, yəni Rizin olduğuna görə UFC gedə bilmirsən, ya da tak səndə kontrakt. Любой tak. Əgər допустим PFL olsun, PFL-ın öz idmançısı varsa, onun kontraktı varsa, o buraxılmaz UFC-yə. Yəni ki, любой bir təşkilatçı olsun, ACA olsun. Yəni onun kontraktı varsa, допустим özü aktiv kontrakt varsa Rizin özü sən onu dobro verirsə, biz sən, yəni idmançı kimsən bizə maraqlı deyilsən, biz sən buraxırıq get özün necə? Əgər bunların marağı varsa idmançısı, bunlar əldən idmançı. Çünki itirmək şansı var burada. Ola bilər bu döyüş counter kimi gedəcək və ondan sonra 100% keçiyor. Допустим, bu deyirlər ki, bu idmançını mən sənin üzərində işləmişəm və sən ulduz eləmişəm. Sən də oğurluysan, məndən aparsan öz liqa var. İndi hazır ol, ulduz, yəni gedir başqa bir təşkilata, onlar üçün problemdir. Bu sözün gələcəkdə istəyərsən, ümumiyyətlə təşkilatı dəyişib digər təşkilatlarda başlasan. Rizini bir çox aldıq. İndi inşallah 6 il var. Olar. 6 il 19-dan. 19-dan da. 100% bu məqsədlərlə bağlıdır. Yəni hansısa məqsədlərlə, yəni nəsə qoyubsanız da bir məqsəd, hansı Bəli. danışmaq olar yoxsa yox? Yəni istəyirsən Olar, nə olmur ki? danış onda. İnşallah. Son döyüşündə çox şanslıdır. Yine bu döyüş modum və ondan sonra Allahın kiminlə danışıqlar gedəcək UFC-ilə. Allahın kimin keçsəm ora, yəni o təşkilata. Yəni indi Ruslan mənim də deyirdi, yəni ki, hansı ki PFL-dan təklif var idi, sonra başqa bir UR Varis var idi, yəni ki, ola biraz, necə deyim, PFL yaxşı təşkilatdır, yaxşı da yəni ki, qanunlar verir. Və mən özüm üçün istəyirəm, şəxsən çıxım UFC-də vuruşum, özüm yoxlayayım, sınayım orada. Bəs gələcək nəsilə indi inşallah çox üzr istəyirəm suala görə var, oğlun var yoxsa? 2 dənə oğlum var. Buraxardın onları UFC-yə qaydasız döyüşə? Birinci pankratiyona geçsin. Buraxar da, niyə buraxar? Parası gəldi prosta. Elə var ki, deyir ki, Neçə yaşları var? 4-5. İdmana gedirlər yoxsa? Ya biz getdilər cüdoya, ağladaq. Startdım, yəqin tez elə də. İndi biraz üzgünsəniz də qoyacağım. Əsasən 2 yaşda güclü gimnastika. Mən özüm 9 yaşında başlamışım idmana. 9 yaşında başlamışım. Hətta 4-5 çox tez də. Amma onlar idman hazır deyil, məktəbə gedir, Allah eləməsin, dalaşdılar. Dalaşa da bilmirlər, bir sənəyə görə bilirlər çünki papaları kimlər. Bu eləmiş sualları var. Orası düzdür. Vüqar, MMA-da ən çətin hansı idman növünün təmsilçiliyinə dalaşmaq? Məsələn, bəzilər güləşdən gəlir, parterdə dalaşır, bəzilər boks. Sən üçün, sırf sən üçün kimə qarşı çətindir çıxmaq? Sən pankratiyondan gəlmirsən, usuda da vaxtında idi. İmən, sən üçün ən çətin nədir? Kimə qarşı, yəni hansı idman növü? Bizi necə? Bax, Luboy... Mənə rəqib yoxdur. Uduzmuşam, yəni deməli var da rəqib. Yəni biz qaydası döyüş elə bir idman növüdür ki, sən bütün necə deyim sənə, bütün levellarda, yəni ki, hər bir urovində sən birinci stoykada, güləşdə, parterdə, yəni ki, hər bir tərəfdə sən özünü yaxşı hiss etməlisən. Yəni ki, bizdən doğrudan bir mükəmməl üzərində işləməlisən ki, sən orada bir səhv buraxmayasan. Yəni Luboy necə deyim, mən ələyağım mən yaxşıdsa, məni yıxıb yerə döyəcəklər. Güləşim mənim yaxşıdsa, məni stoykada döyəcəklər. Əgər mənim parterim yaxşıdsa, da ki, məni yerdə bitirir. Prosta ona görə hər bir tərəfdən biz məşqlərimizi yəni 5 gün 5 dəfə hər gün 5 gündə olur. 1 2 3 4 5. Yəni biz necə səhər axşam məşq edirik. Yəni səhərlər başqa məşqdir, axşamlar başqa məşq. Biz stoyka işləyirik, güləşirik və grappling axırda da həftənin sonu qaçdırıq, sparring edirik. Və ona görə də допустим mən indi son döyüşümdən daha aşağıda. İndi mənim grapplingim yəni ki o dərəcədə yəni ki səhv buraxmasaydım, mən onu rahat döyəcəydim. Asıldan aşağıda. Və Luboy bir necə deyim sənə idmançı bir zəif yer buraxmalı deyil. Yəni ki, mən deyim ki, mənim əllərim yaxşıdır, ancaq əllərimin üzərində işləyim, yox. Mən güləşdə yıxacaqlarım. Ona görə mən fikirləşirəm ki, bu idman elə bir növdür ki, bir dənə zəif yerin sənin olmalı deyil.
Bəs ümumiyyətlə özün sən kiməsə qarşı çıxanda zəif yeri həqiqətən də dedin ki, stol üstü tenis oynayırsan. Stol üstü tenisdə özün bilirsən də nöqtəni tapanda bilirsən ki, o insan ora gedənmir. Sən necə tapırsan həmin bu zəif nöqtəni öz kimə qarşı çıxış edirsən? Bax necə tapırsan onu? Necə səndə o baş verir? Bir də görürsən, aha, sən demə buymuş. Bilsin dedi, bayağı ikisi də necə deyim, eyni urovində idmanslardır. Eyni urovində idmanslardır və son anda kimi ki daha udma, daha kimisi meyilli çoxdur, o qalib gəlir. Və ona görə mən həmişə döyüşə çıxmışam ki, mənim itirəcəyim heç nə yoxdur. Mən çıxıram o döyüşməyə, udmağa, yəni ki, orada mənsin axırıncı döyüşündür. Mən belə çıxıram döyüşdə, doğrudan da. Çıxıram döyüşə, bilirəm ki, bu mənim axırıncı döyüşündür, çıxıram, ya öləcəm, ya udacam. Yəni doğrudan belə fikirləşirəm və şükür Allah, elə momentlər olub ki, mən asla ki, doğrudan da ki, düşmüşəm voleybollara, düşmüşəm triqolnika, düşmüşəm boğuzu fəndlərə və orada lübo insan deyir ki, hə, əlimi vurum və qutarsın. Amma elə olmur. Əli vurursa hər şey bundan sonra başlayır. Yəni sənə yarışa dəvətlənmirlər, yəni soram deyirlər, niyə uduzdun, özün o özünə qınıyırsan ki, mən gərək təslim olmazdım, çıxardım, o özü çox qınıyırsan. Bu ona görə elə momentdə olub ki, mən orada dözmüşəm, çıxmışam, daha birinci raund udmuşam, yəni ikinci raundu ortalarına başlamışım udmağa. Yəni bilsəniz də bu insanın özünə asıldığı bir, necə deyim, xarakter olmalıdır bir tərəfdən. Yəni ki, xarakter qoymazdan ki, yəni ki, nəyin bahasına olmuşsa mən bu döyüşü udmalıyam. Стержень как будет на азербайджанском? Стержень. Молодец. Nasıl soruşdun? Məşqçi Ruslan Efendiyevin ən böyük bir fişka sənin üçün nədir? Hansısı seçir sənin üçün? Ruslan müəllim. Neçə ildir çox üzr istəyirəm artıq Ruslan müəllimlə işləyirsən? 10 ildən çoxdur bəlkə də. Ha. 2013-dən neçə il olur? 12 ildə bu demək olar. Ruslan müəllim, yəni doğrudan bizdə elə ki, o özü də həm döyüş qabağı, yəni ki, biz həmişə yarışa çıxanda bu psixoloqdur, yəni ki, biz oturuq parnoyda, yəni Ruslan müəllim başlayır danışmağa. Yəni doğrudan çox şey onun asılıdır, yəni doğrudan adam fikirləşir, yəni bir dənə çəkin, necə deyim, salım, çıxım, vuruşum, nə olar, olmaz da, yəni. Libo idmansa, yəni idmansın beynində ola bilir belə fikir. Yəni udum fərqi yoxdur. Amma o momentlər var ki, hansılar ki, kimsə sənə söhbət deyilsin ki, sənə də motivasiya verir. Yəni doğru Ruslan mən bunu bacarır. Yəni o bizə söhbətlər edir ki, yəni danışır, psixoloji bizi hazırlayır. Yəni sabahsın çıxırsan orada orada. Yəni ölməyə çıxırsan. Tutmaq söhbəti yox. Nastroyu verir də necə lazımdır. Verir. Və məşqlərdə vacib bir şeydir. Hə, əlbəttə. Hə, məşqdə bizdə elə idmanslar var ki, yəni ki, bizim dostlarımızdır, mehmandır, məhrəmdir. Yəni mənə paralı iş, sən öz böyüksən də para işləmirsən. Baxır Ruslan mən baxır yoxsa baxır başlayır vurmağa. Mən Ruslan mənim baxım mən deyə vurdu. Ya doğrudan da. Bil müəllim görsün də məni. Hə, müəllim mən görsün. Yəni ki, necə deyim, Ruslan mənim həmişə xoşlamır kimsə qoysun, zallaşırsın. Amma necə deyim, döyüş, yəni ki, necə deyim, çox yumşaq işləməyi də xoşlamır. Yəni ki, dil dalaşın, çünki biz zalda dalaşırıq. Amma əzmində bir-birimizə. Əzmir amma ki, biz burada yəni birbirimizi vurmasaq, biz sabah gün yarışda biz döyəcəklər. Ona biz məcburuq zalda işləməyə, bizi vurmağa. Ona görədir ki, zalda, çünki yarışlarda, çünki vuranda deməyəsən ki, biz bu necə oldu ki, mən bu vaxtda kimi bu udar mənə deyməyib. Zalda udar dəyməlidir, eləməlidir. Sən hazır olmalısan hər bir şey. Və ondan sonra deyir, Rusiyada bir boks zalı var. Bizdə Azərbaycanda çox istənir ki, naqdana düşən kimi, kimsə naqdana düşdü, deyir, keç otur. Yəni doğrudan elə də bizdə naqdana kim düşür, udara düşən kimi keç otur. Və bir dənə məktəb var idi, Rusiyada bu yaxınlar mənə danışdılar, maraqlı bir tema deyir ki, kimi aşırdırdılar, yəni boks boks məşq zanadı, aşan kimi ringdə onu duruzla özünə gətirir, deyir, davam elə. Çünki davam edir. Ona qədər sayılarda o deyir, davam elə. Çünki sən sabahsın yarışda buna hazır olmalısan. Yıxılsan, yəni sən yıxılsan, durub sən davam eləməlisən. oturub strategiya versən də. Elə bir strategiyadır ki, doğrudan düzgün. Yoxsa eləmir. Yox, Ruslan eləmir, yox. Ruslan məsələdir ki, dincəl. Yəni doğrudan da ki, belə biz necə biz döyüşdə necə biz özümüzü elə hazırlamalıyıq. Yəni biz zala gəlirik, canımızı qoyuruq, qanımızı qoyuruq, hazırlaşırıq və çıxırıq. Şükür ola yaxşı nəticələr veririk. Bu zaldadır, değil mi? Bu zaldadır, oktagondadır. Bəs oktagondan kənar Vüqar nə cür insandır? Yəni necə vaxt keçirir? Uşaqlarla xoşdur amma motivasiyanı haradan götürür? Gücü necə toplayır? O enerjini? Yəni də bu hər şey psixoloji cəhətdən də. Bax necə vaxt keçirirsən?
Necə xoşlayırsan Vaxt Bir yəni vaxtım mən yoxdur da. yox, vaxt olub ya açıq danışaq. Yəni ki, vaxt həftə içi, yəni ki, mən səhər axşam məşqdəyəm. Yəni belə danışaq da. Mən özümün Siz yarış oldu olmadı, gündə 2 dəfə məşq edirsiniz. gündə 2 dəfə stabildir. Yəni ki, Bazar günü boşdur. bazar günü boşdur. Gəlmişik bazar günü çəkilişə. Bu da mənim istirahətim. Hə, yəni doğrudan bilirsən necə? Bizə də. Mən xoşum, maraqlı belə istirahət. Bizim bağadaş. Vaxt tapdıqdan, yəni ki, o istər-istəməz mən uşaqlara ayırıram. Yəni ki, mümkünsüz bir şeydir. Doğrudan da nə qədər yorğun insan gəlir evə, yəni onlar görsən, orada yorğunluq yaddan çıxır. Və biz səhər 10-da gəlir, 12-də çıxırıq. Yəni 1-ə gəlib evə çatıram, yeməyimi yedim, sonra orada 1-2 saat yatmalıyam. Axşam da ki 6-dan 8-ə bizim məşqimizdir. Hepsi 8-9 axşam 10-da 11-də orada yatmalısan. Yəni gün belə keçir. Yəni bir gün məşq eləməsəm, допустим, olurdu mənimdir ki, yarışdan sonra bir həftə istirahət. Mən o bir həftə istirahət eləməm. Mən yarışdan sonra sabah suyunu, допустим, ikinci gün mən gəlirəm məşqə. Çünki evdə oturam darıxıram. Doğrudan da. Məşqçi demir olmaz. Məşqçi demir olmaz. Yorulsan məşqində, get fizik elə. Mən gəlirəm ki, nə bilim, darıxıram. Doğrudan gəl. Gəl özüm kaska basım, gəl qaçım. Emin deyir ki, Rustam əmin demir ki, misal üçün bu qədər nəyə gəldin? Sən dincəlməlisən. Yox, bilir, o bilir. Bilir, o vərdişdir. Məşqləriniz neçədə başlayır? Səhər 10-da. Bəs özün məşq açan gəlirsən, tez gəlirsən, yoxsa elə məşq vaxtına gəlirsən? Mənim bir dostum var, Şahmar. Sadıq bəlkə tanıyırsan, döyüş rodayım olmadı. O bir yaxşı misal gətirdi. Dedi bizdə Rusiyada məşq eləyəndə gəlirik, məşq tutalım 6-da başlayırsa, uşaqlar saat 4-dən ucuz zaldadılar. Gəlirlər, razminka eləyirlər, hazırlaşırlar, kimsə güləşir. Öz zəif nöqtələrin üstündə işləyirlər. Deyir, ona görə də oradakı idmançılar daha tez inkişaf eləməyə başlayır. Elə bir gözləmir ki, saat 6-da mənim məşqim başlayacaq, 6-15 dəqiqə qalmış gəlim soyunacam, müəllim məşq başlayır keçməyə. Sən buna necə baxırsan? Məşqdən sonra da həmin onun eyni söhbət, bizim məşqimiz saat yarım getdi. Bitir və ondan sonra kimsə nəsə hansı bir çətinliyi var, yaxından soruşurlar, ya da ki, Ruslan müəllimə, ya o bizlərə. Ondan sonra məşqdən sonra əlavə edərsə 1 saat, yəni biz zaldan çıxmırıq. Kimisə hansı zəif yerlər üzərində işləyir, yəni ki, o bizdə hər yerdə var. Yəni onlara məşq öncəsidir, bizdə məşqdən sonramıdır o belə. Sonraya saxlamısınız da. Bizdə məşqdən sonra. Fərqin bunu deyir bu qədər. Əslində özü hər gün 10-da başlayır işi. Hər gün düz 2 saat sonra gəlir. 12-də gəlir. Mən gələndə başlayır. Amma belə idi, indi belə deyil. Funksional insanı yaxşıdır. Yox, başqa şeydir. İndi Saat 7-də gəlmişəm o günlərim, nə istəyirsən? Bir dəfə. axşam gəlir. 2 dəfə. Gəlir adı qoy. Ya, amma indi əslində Əsas iş getsin. Yəni sənsiz getsin ha. Yox, iş mənlə getsin. Yox, amma əslində indi vaxtına gəlir. Sizə bizə necə eləyir? Gecikənə brasok atın da. Bizdə Ruslan mən dəqiqə gecikənə brasok atırdı. Ştrafda kimi bir dəqiqə 10 dəqiqə допустим 11-ə 1 dəqiqə işləmiş girdin, bir dənə brasok atır səndən. Hər dəqiqə bir brasok. Hər dəqiqə. Hər dəqiqə bir brasok. Yox, hər dəqiqə 2 brasok. Üzr istəyirəm. Hər dəqiqə. Bəli. Dostlar, mənə bir kickboksera kimi deməli bir brasok nədir? Sən deyəməlisən, səni atırlar. Hadi brasok. brasok bedro. Geciksin 60. Ondan sonra yüksəz məşq gəlməsən yaxşıdır. O yana bu yana. Bəli, çox sağ ol. Yenə də sözüm kəsdin. Demədin bu qədər danışım. Sən gecişirdin, indi gecikmirsən. Nəyə görə gecikmir? İndi Mərdəkanda getmir şeyə, idmana. İndi istənilən yerdə gedir şey, idmana bütün şəhərdə 250-dən. Sən hər buraxılışda deyirsən də mən ancaq Mərdəkanda yaşayıram. Hamı bilməli məndə var. Mən heç atacağam dostlar. Kim fərqli kolunu istəyirsə buyurun yazsın. 55 200. Yox, həqiqətən. Yəni bu danışıram ki, hamı bilsin. Hayır, bu gün amma Mərdəkanda məşq eləmişəm, məhəllədə. Ki gerim tez məşq edeyim, gəlim evə, ilk çəkilişə çatdırım. Bunu biz kəsirik. Yəni 100%. Bu şoduz sponsor olurlar deyir ki, mən Mərdəkanda evdə. Bu şotuzla gedirəm də orada. O Rocky filmində yadımdadır. Rocky şeydə dağda başlayır məşq eləməyə. Drago isə şeydə nə bilim protein zat fırlanır, qaçır zalda və s. Səncə, yəni sən bir idman çempionsan, izin çempionu olubsan. Yəni səncə həqiqətən belə bir şey varmı? Sən zalda biri var, məşq edirsən, bir də var ki, nə bilim kətdə Van Damme kimi. Van Damme kimi daşırsın belə də yəni bir. Yəni belə bir şey ağatsın bunu sən. Belə şey yoxdur. Yoxdur. Yəni sən gəlib zalda. Kinoda olur ha. O kino var. Ha, sən çox kinolara baxmısan. Yox, real həyatda elə bir şey yoxdur. Yəni ki o gelib kənddə də sən gedib odun doğrama gəlib yarışa da bilərsən. Elə şey olmur ki. Adam bir odun doğramışsan da görəndə Mən Silvestr Stallone'ya çoxlu suallarım var. Yazacağam bundan. Buyur. Wrestlingi baxmaq xoşlayırsan. Ümumiyyətlə MMA-də işlər xoşlayır amma baxmaq. Wrestling yəni WWE atılır bir-birinə. Yox.
Hayır. Yox, yox, yox. Emin ona baxır da bütün Emin ol yerdə. fanatıdır. Hə, Vaxt var ya ona bak. sən vaxt taparsan ona. Ümumiyyətlə qurma döyüşdə mənim çox xoşuma gəlmir. Vəbşə. Ondan maraq zövq almaz elə bir şey. Filmlərdə bir də qurma döyüşlərdir. Bəs indi hansı filmlərə baxsın? Yəni filmlərə baxsan. Yox, filmlərdə ola bilər. Misal üçün. Bir də bu deyə Yo, boş söhbət. O mən xoşuma gəlmir. Oradan çıxdı. Döyüncü. Kim? Orada bir neçə. Dwayne Johnson. Rock. Yaxşı, və hansı filmlərə baxma daha çox üstünlük verirsən? Kinoteatr daxilində nə vaxt olsun? Hansı janrı? Hansı janrda? Musiqi. Joker kinosuna baxmışam. Bir köpədə xoşuma gəlmədi. Nəyin kinosu? Joker. Joker, yəni axırıncı. Kids. Hə, Dikar Aydın. O deyil, ha. Amma hansı janrı xoşlayırsan? Mən boyevik, mən boyevik xoşlayıram. Özünü orada da Yaşayıram da kino yaşayıram yunasa. Yəni doğrudan da insanlar var ki, mən dostlarımla gedirəm kino baxmağa, eləməyə. Dedi ki, harsı bir evdə yığılıb kino baxır. Çoxsu yatırsın, mən bilsin belə. Elə baxıram ki, kinoya, belə yaşayıram kinonu. Yəni samolyotdakı bütün bizdə də 9 saat bir uçuruq. Yaponiyaya gedəndə bir uçuruq. Hə, həm Yaponiya, həm Amerikada. Yəni ki, neydi adı? Şeydə olan bütün kinoları əzbər bilirəm. Doğrudan. Başlayıram telefona yazmağa. Bir yaşayıram bu kinoları. Doğrudan baxanda mən vaxt boşuna getməsin də təyyarədə. Diqqətlə baxıram. Bu kino deyildi dostlar. Bu bir podkast idi və bugünkü podkastımızın qonağı Vüqar Kərəmov idi. Hansı ki, həm Rizin çempionudur, həm gələcəkdə UFC çempionudur. Yəni onu artıq biz gələcəkdə görəcəyik inşallah. Və bizim podkastın aparıcıları Pərvin Qorçu, mən Rüfət Xələfov və Emin Əhmədov. Vüqar, çox sağ ol ki, bizi qəbul elədin. Belə deyək, işte biz öz zalımızda. Öz zalımızda bu maraqlı idi. İnşallah uğurlar çəkir gələcəkdə. İnşallah. Bizim podkastımıza nəsə, Pərvin son sualı var, sən bilən qulaq asaq. Hansı salı? Slim geyinə quzu. Yaşlayan yeyəcək. Yox, gedək məşq sonra. Buyur, öz sualı ver. Ən vacib sual. Bəlkə elə sualdır ki, Ən vacibi Haydi bir yadından çıxmış. şey deyirsən, məsləhət. Ya, Hə. ən vacib sual həmişə Pərvin belə verir. Son dəfə podkast nə vaxt eləyibsən? mən soruşdum. Ya da evlidir də, evlidir. Sən dedin futbolda podkast eləyirsən. Mən isə dedim başqa. Son dəfə podkast nə vaxt futbolda? soruşdum da.